Hər birinizə salamlar, əziz və dəyərli tələbələr. Mən magistrol kursundan ingilis dili müəlliməsi Nisa Sədiqova. Biz bu günləri essay necə yazılır, nələrə fikir vermək lazımdır, bunun haqqında danışacağıq. İlk öncə gəlin danışaq, bu essay nə olan şeydir. Bax, sənə imtahanda 3 saat vaxt verilir ki, 95 dənə sualı kitabçada həll edib yazasan. 3 saatın tamamında sənə, gəlin bu başlığı yazaq ilk öncə, essay. 3 saatın tamamında sənə yarım saat vaxt verirlər əlavə. 30 dəqiqəyə vaxtın olacaq bunu yazmağa. Həmin bu 30 dəqiqə ərzində sənə bir esse vərəqi verilir. Bu da nə olan şeydir? Bax, bu əlavə A4 vərəqində olur və sənə 2 mövzu verilir. 2 mövzu yazaq burada. 2 mövzu. 2 mövzudan biri seçilməlidir. Bir seçilməli. Esse vərəqi verilir, 2 mövzu qoyulur qarşına və 2 mövzudan birini götürüb sən seçib başlayırsan yazmağa. Bu mövzular sizə deyim ki, belə primitiv mövzular deyil. Nə bilim, mənim sevimli musiqim, yaxud yay tətilim necə keçdi və s. Mübahisəli məsələlər olur. Yəni, necə deyim, hər kəsin öz fikirləri olur bundan bağlı. Məsələn, keçən illərdə düşmüşdü ki, ailə ilə yaşamağın üstünlükləri və tək yaşamağın üstünlükləri olsun, yaxud da ki, vegetarian olmağın faydaları, yaxud da ki, ət yeməyin. Yəni, bu formada mübahisəli məsələlər olur əsasən bizim üçün. Esse yazmaq məcburdurmu? Xeyr, məcbur deyil, amma məcbur olmaqla bağlı artıq bilirsiniz ki, məsələlər yayılır və böyük ehtimal ki də məcbur olacaq. Yəni, minimal bal sistemi gətiriləcək. Buna görə sizə tövsiyəm budur ki, mütləq şəkildə esse yazmağa başlamaq və öyrənmək lazımdır. Yəni, təsəvvür edin, sizə yarım saat vaxt verilir də bu şeyi yazmağa. Nə qədər çətin ola bilər ki, həyatının yarım saatını ayırırsan ki, sən növbəti 2 ilivi magistratura üçün, yəni növbəti 2 ilivi karyeravı müəyyənləşdirəsən. Yəni, essedən sənə gələcək ən pis ehtimalda 1 balla bəlkə də sən pulsuza düşəcəksən, ödənişsizə düşəcəksən. Bəlkə də sən həmin o 1 balla magistraturaya qəbul olacaqsan. Yəni, hər şey mümkündür. Buna görə mütləq şəkildə esse yazmaqdan qaçınmamaq lazımdır. Okey, ilk öncə nəyə baxmaq lazımdır? Bu esse sənə 5 bal verir. 5 bal. Və müəyyən meyarlar var. Məsələn, A meyarında olan punktlara sənin essen özündə ehtiva etmirsə, o zaman sənin B meyarıva, C meyarıva, D meyarıva və s. baxmayacaqlar. Yəni, qısacası, bura yazıram mən A meyarı, meyar A. Əgər buradakılar olmasa, sənin essenə bal vermə ehtimalları demək olar ki, yoxdur. Birinci məsələ nədir? Təbii ki, xətt. Əgər xəttin yaxşı deyilsə, oxunaqlı deyilsə, qaraqura çox varsa, yadda saxla ki, o balı mütləq şəkildə kəsir. Bir şey ki, mən sənin xəttini oxuya bilmirəm, necə sənə bal verə bilərəm? İkinci məsələ isə söz sayı. Söz sayı limiti 150-200'dür. Minimum isə minimum 130 söz olmalıdır. Yəni, sən əgər 130-dan belə az yazırsansa, böyük ehtimal heç baxmayacaqlar da 0 verəcəklər. Ən yaxşı ehtimalda, yəni deyim ki, sənə 5 balın, 4 balı, 3 balı gələcəkdir birdən-birə. Yəni, nə qədər gözəl yazırsansa yaz. Bir dənə burada E, N, D artikellar. Qısacası artikelları saymırlar söz kimi. Qalan hər şeyi sayırlar. Məsələn, tövsiyəm nədir? In the world sözü əvəzinə, yəni ifadəsi əvəzinə all over the world yaz, çox sayılsın. Yaxud it's yazırsınızda it apostrof s əvəzinə it is yaz, 2 dənə söz kimi yazılsın. Yəni, əslində burada şansın 150-200 söz yazmaq əslində çox rahat bir şeydir. Sadəcə insanın xəttindən asılıdır da. Buna heç vaxt cümlə kimi yanaşmayın da, neçə dənə cümlə olmalıdır və s. Çünki elə cümlə var ki, 2 sözdən ibarətdir, elə cümlə var ki, bütün mətni tuta bilər də. Buna görə mütləq şəkildə özünüz 2 dəfə, 3 dəfə sayın. Yəni, hər kəs öz xəttinə bələddir də. Bil ki, məsələn, sənin üçün 150 söz nə qədər mətninə bərabərdir və s. Üçüncü və ən əsası isə strukturdur. Struktur nə olan şeydir? Sənin
mətnin yazacağın esse girişdən introduction, əsasdan body və çıxışdan, yəni conclusiondan ibarət olmalıdır. Bu nə deməkdir? Gəl bir dənə mövzu götürək biz özümüz üçün. Məsələn, mövzunun adı belədir ki, siqaret çəkmək sağlamlığa zərərdir və dövlətlər içində qadağa qoyulmalıdır. Bu mövzuyla razısan ya yox? Agree, disagree essesi olsun. Sən necə eləyəcəksən? Introduction və conclusion bir növ şablona əsaslanır. Yəni, sənin mövzu nə olursa olsun, girişə verə bilərsən ki, bu günləri bizim danışacağımız mövzu nöqtələrdir. Hər kəsin bu fikirlə, bu mövzu ilə bağlı müxtəlif fikirləri var və mən bugün də öz fikirlərimi sizinlə bölüşəcəm. Yəni, bu formada sən əsaslı şəkildə girişi və hazır eləyə bilərsən şablon formada. Yaxud da ki, conclusion, yəni çıxış hissəsində biz bu günləri nöqtə mövzu haqqında danışdıq. Həqiqətən də gördük ki, bunun bu tipli üstünlükləri yaxud qeyri-üstünlükləri var, yaxud da ki, həqiqətən də bu fikirlə razılaşmaq olar, yaxud olmaz və mən öz fikirlərimi sizinlə bölüşdüm. Vəssalam, çıxışın da hazırdır. Yəni, bu formada sənin introduction'ın və çıxışın, yəni conclusion'ın 20%-i təşkil edəcəkdir. Əsas məsələ olan body isə nədir? Bax, heç kim sənə qayıdıb deməyəcək ki, sən niyə deyirsən ki, siqaret çəkmək sağlamlığa ziyan deyil, qadağan olunmamalıdır. Heç kim sənin fikirlərinə qarışıb deyə bilməz ki, sən niyə razısan, yaxud narazısan. Səndən istənilən əsas məsələ dəlil gətirməkdir. Mütləq şəkildə sən dəlil gətirməlisən, fakt gətirməlisən, sübut gətirməlisən, təcrübələrindən danışmalısan. Hətta heç başına gəlməmiş bir olay belə olsa, sən denən ki, mən bu şeylərimə görə, yəni başıma bunlar gəlibdi, yaxud nə bilim, dostumun başına bunlar gəlibdi deyə, mən fikirləşirəm ki, bu həqiqətən belədir. Yəni, bu hadisə real olsa da, olmasa da, yəni mütləq şəkildə çalış, dəlil gətir. Okey. Və görürsən ki, bu introduction, body, conclusion mütləq şəkildə ayrı-ayrı abzaslarla göstərilməlidir. Ayrı abzaslarla. Abzas da nədir? Yəqin ki, bilirsiniz də. Yəni, məsələm deyirəm. Burada deyək ki, sən yazırsan özün üçün conclusion, yəni introduction-ı, sonra yeni səhifədən, yeni daha doğrusu paragrafdan başlayırsan, keçirsən body'yə. Body biraz daha uzun gəlir. İndi yazmırıq da bura nəsə bir şey bilirsiniz ki. Və çıxışınsa yenə yeni bir paragrafdan başlamalıdır. Bu formada yazacaqsan. Yəni, mütləq şəkildə bu formada ayrı-ayrı paragraflarla göstərilməlidir. Bunu mütləq şəkildə göstərin. Bu arada body, həmin bu bədən hissə, mütləq şəkildə bir dənə paragraf olmalıdır deyə bir şey yoxdur. Yəni, istəsən bunu 2 paragraf da edə bilərsən də. Deyək ki, mövzun advantage, disadvantage'dir. Yəni, avantaj, dezavantaj məsələsidir. Body'nin bir hissəsini ayır, avantajdan danış, bir hissəsini ayır, dezavantajdan danış. Okey, yəni bu 3 meyar ən əsasıdır, unutmursunuz bunu. Digər bir məsələ nədir? Yəni, bura ulduzumuzu qoyaq. Hər 7 səhv 1 balı aparacaq sənin. Yəni, ümumi 100 balın 1 balını yox ha. Yəni, imtahanda essenin 5 balının 1 balı gedəcəkdir. Deyək ki, bu səhvdə necə ola bilər? Səsim pis gəlirsə üzürlü sayın. Biraz xəstəyəm. Deməli, 7 səhv 1 bal aparır nə deməkdir? Deyək ki, mətndə bir neçə yerdə, deyək ki, sözü səhv yazmısan. Independence sözündə, məsələn, D hərfini yazmamısan. Yaxud da ki, nəsə qrammatik bir səhv eləmirsən, she is əvəzinə she are yazmısan və s. Onlarda toplam 7 dənə səhvin sənin 1 balı aparır, 14-cü səhv 2 balı aparır və s. Amma belə bir şey var ki, məsələn deyək ki, essendə bir neçə dənə yerdə eyni səhv eləmisənsə, deyək ki, 10 dənə yerdə sən she is əvəzinə she are yazmısansa, eyni səhvlərin toplamı birlikdə bir səhv kimi götürülür. Və həmçinin də sən bilirsən ki, imtahana, yəni imtahanın çətinliyi B1, B2 səviyyəsindədir deyə, sən də B1, B2 leveldə yazmalısan. Yəni, qısacası sadə sözlərdən, sadə cümlələrdən çox da istifadə eləməməlisən. Biraz bunları yaxşı formada yazmalısan. Yəni, mütləq şəkildə hər dəfə important, vacib sözünü işlətmə. Vacibin, mühümün gör nə qədər sinonimləri var. Main, major, significant, crucial, essential, necessary və s. Yəni, mütləq şəkildə daha samballı yaz. Elə bu sinonimlərdən danışmışkən söz təkrarını da unutma. Eyni sözləri təkrar yazsan, o sənin balından
kəsir. Ona görə mütləq şəkildə söz təkrarına ehtiyat edin. Çalışın bir sözü 2-dən artıq istifadə eləməyin də. Əgər yox, söhbət sənin mövzundan gedirsə, məsələn, sənin mövzunun içində deyək ki, music sözü, mahnı sözü durmadan təkrarlanırsa, onda sözsüz ki, sən işlədə biləcəksən və parafraza da eləyə bilərsiniz. Yəni, deyək ki, bir dənə cümləni parafraza elə dəyişdir, onu təzdən yaz. Amma çalış söz təkrarı olmasın. Bir də linking wordlər var. Linking word nədir? Linking word mətni daha samballı göstərmək üçün istifadə olunur. Məsələn, bundan əlavə olaraq, həmçinin mənim fikrimcə, nəticədə, digər bir tərəfdən, çünki və s. də qısacası bağlayıcı sözlərdir. Bunu mütləq şəkildə mətnində işlətməlisən. Nələr lazımdır? Hansı linking wordlərdən istifadə etmək lazımdır? Ən əsaslarını mən sizə həm əl yazısı forması ilə, həm də ki, ola bilər ki, PDF formasında qrupa atacağım, yaxud da ki, bəlkə də elə atmışam. Okey. Digər bir məsələ nədir? Meyarımız, yəni digər bir meyarımız isə mövzu məsələsidir. Yəni əsas A meyarını bil, yəni mütləq şəkildə B meyarı nədir, C meyarı nədir? Bunları nöqtə bə nöqtə bilməyin lazım deyil. Digər bir məsələ isə mövzu məsələsidir. Yəni nə mövzular düşə bilər. Mütləq şəkildə o iki mövzunun biri agree, disagree olur. Razısan, yoxsa yox. Razısan, yoxsa yox görsən, yəni bu mövzunu seçsən, mütləq şəkildə birini seçməlisən. Yəni mən həm razıyam, həm narazıyam deyə bir şey yoxdur. Mütləq şəkildə yazmalısan ki, I totally agree with this statement, yaxud I don't agree, yaxud I disagree. Yəni mütləq şəkildə bunu göstərməlisən. Deyək ki, söhbət belədir ki, sosial mediadan istifadə uşaqlara qadağa qoyulmalıdır. Razısan yoxsa yox. Mən həm razıyam, həm narazıyam demə. Birini götür, mütləq şəkildə işarələ, vurğula ki, mən tamamilə razıyam. Yox, əgər narazı olmadığım məsələlər də varsa, deyirəm ki, bu səbəblərə baxmayaraq, mən hələ də razıyam, yaxud narazıyam. İkinci isə ola bilər ki, advantage, disadvantage çıxsın. Razısan, yoxsa yox. Bunda sən ikisindən də danışmalısan. Məsələn, bir dəqiqə. Disadvantage. Razısan yoxsa yox olanda ikisindən də yazılmalıdır. İkisi yazılsın. Yazılmalı. Yerim biraz kısıtlıdır. Ona görə biraz sərgəli olmadı. Razısan yoxsa advantage, disadvantage isə sən ikisindən də danışmalısan. Həm üstünlüklərini vurğulamalısan, həm də qeyri üstünlüklərini mütləq şəkildə yazmalısan. Ola bilər ki, problem solution'dur. Problem sənə bir problem verir və deyir ki, bunu mənim üçün həll yolunu göstər. Məsələn, günümüzdə qlobal istiləşmə çoxalıbdır, yəni çoxdur. Bunun səbəbləri nələrdir, həll yolları nələrdir? Və yaxud da ki, ola bilər ki, view opinion olsun. View opinion. Bir ifadədir. Məsələn, deyir ki, nə olsun? Günümüzdə bir çox yerlərdə, bir çox ölkələrdə gənclər yaşlılarla əvvəldən olduğu kimi çox ünsiyyət qurmur. Səncə bunun səbəbi nədir? Öz fikirlərini bildirirsən sadəcə. Yəni bunlar olduqda 3 və 4 rahatdır. Yəni özün üçün danışırsan, nəsə bir ifadə verirsən. Agree, disagree isə biri seçilməlidir. Avantaj, dezavantajdırsa ikisindən də danışmalısan. Bir də dediyim kimi mövzu nə olursa olsun öz fikirləri və əsaslan yaz. Yəni o belə dedi, bu belə dedi, onun üçün belə idi və s. Yəni çalış öz ideyaların, öz düşüncən olsun və bunu dəlillərlə, faktlarla mənə göstər, sübut et. Bunlara fikir versəz, xəttivizə fikir versəz, linking wordlərdən kömək alsa, sizin üçün hər şey əla, ideal, möhtəşəm olacaq. Hər birinizə uğurlar, sağ olun.